Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabi ecmaîn ve ba'd. Biraz sessiz edin. İnşallah bugün geçen hafta kaldığımız yerden İmam Macurri'nin Kitab-ı Şeriyesinden devam edeceğiz. Allah SWT bizlere eşitlik faydalarından kullarını versin. Allah'ım amin. Geçen sefer əməllərin, yəni imandan olma mövzusu, mürciyeler ve cehmilere reddiye var idi. Xavarizlərlə əhl-i sünnetin, aleykümselam, xavarizlərlə əhl-i sünnetin arasındaki olan ayrım neydi? Ona inşallah ki cevap verdik. Ve bugün de inşallah kaldığımız yerden hardaşı kalmıştık. Oradan devam edecek ve Allah subhanahu bizlere, sizlere yani hayırlı ilim, hayırlı əməl Rabbim nasip eləsin. Allah'ım amin. Allah subhanahu bizleri eşidip əməl edən kullarını eylesin. Deməli kardeşler, İmam Macurri, Allah rahmet eylesin. Allah'ım amin. Deyir ki, ey kardeşim, yani ki bizlere seslenir ki bilmemizi istəyir ki, bilin Allah mənə də, sizə də rahmet eləsin. Allah mənə də, biraz zəhmət olmasa, biraz o müəllimə deyilən biraz sessiz olsun. Allah mənə də, sizə də rahmet eləsin, ey Quran əhli, ey elm əhli, ey sünnət əhli, ey əsər əhli. Həqiqətən də bunlar çox önemli bir məsələdir ki, bilirsiniz ki, şeyxin özünün də Kur'an ehli hakkında kitabı var. Yani Kur'an ehlinin edebi, əxlaqı, Kur'an ehli kimdir? Kur'an'a tabi olanlar kimdir? Hakikaten çok önemlidir. Ve özünün elim barədə kitabı var. Alimler kimdir? Elim kimdir? Ve alim kime denir? Özünün yine sünnet eseri var ki, yani sünnete tabi olmakla bağlı. Əsərdir ki, hal-hazırdakı əlimizdə olan sünnət və əsəri öz kitabının içərisində Kitab-ı Şəriyədə toplamışdır. Və yaxud da ki, deyir ki, ey Allahın dinini fəqh edən, dini anlayan, dini belə deyim ki, dərk edən, Allahın dinini kəndisine dərd edən insanlar. Yəni, həqiqətən də əslində baxdığımız zaman da bu müraciətlər sadə bir müraciətlər deyil. Yəni, normal dediyimdə başda alınacaq bir müraciət deyil. Əslində baxırsan ki, bunun buradakı xitab etdiyi insanlar bəllidir. Yəni kəlam əhlinə səslənmir, bidat əhlinə səslənmir, hava əhlinə səslənmir, dini özünə dərd edilən insanlara səslənir. Dini özü üçün, öz həyatında, din mənim önümdədir, önəmlidir, həyatım, ölümüm, dirimim, yaşayışım, hamısı o dinə bağlıdır deyən insanlara əslində baxırsan ki, səslənir. Bu səbəbdən də ki, deyir, baxdığımız zaman görürük ki, Allah Subhanahu dinində halalını və haramını bilən insanlarsınız. Veya başka bir anlamda desək, ey Allah'ın halalını və haramını bilən insanlar. Halalları halal olaraq bilənlər, haramları haram olaraq bilənlər. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellemin hədisində gəlir ki, nə gəlir hədisdə? Deyir ki, Peyğəmbər aleyhissalatü vesselam Allah subhanahu innel halale beyyinun dedi. Peygamber sallallahu aleyhi ve sellem Allah subhanahu halalı açıkladı. Ve innel harama beyyinun. Haram açıktır. Ve beynehuma umurun müştebihat. Lakin ikisinin arasında bir şüphe var. İkisinin arasında bir benzerlik var. İkisinin arasında biraz birbirine benzer ve şüpheler celb eden meseleler var. Eğer وَمَنْ وَقَعَ فِي الشُّبْهَاتِ وَقَعَ فِي الْحَرَامِ. Şüpheli şeylere giren insan harama girmiştir. Oradan elini çekti. Bu terpenir. Hay Allah senden. Güzel kardeşim benim. Şimdi men vaka fil harami, daha doğrusu men vaka fil şübhat, vaka fil haram. Şüpheye gelen bir insan harama girmiştir. Çünkü əsl olan nədir qardaş? Bir insan şübhə varsa
ondan bir kişinin uzaq durması, çəkinməsi, yəni dinini, imanını qorumasıdır. Çünki hədisdə gəlir ki, davamında o mən istəbra, kim təbərri edərsə, kim uzaqlaşarsa, ırzını, namusunu, dinini qorumuş olar. Yəni kim uzaqlaşar, şübhə gördün qardaş. Yəni bir müsəlman əsl olan nədir? Uzaq durmasıdır şübhədən. Şübhəyə sən girmə, bəlkə halaldır, bəlkə caizdir. Yox, ehtiyac yoxdur, uzaq dur qardaş. Halal bəllidir, haram bəllidir, halalın açıqdır, haramlar da açıqdır. Yəni bu da deyir ki, halalı halal olaraq bilənlər, haramı haram olaraq bilənlər, sizlər deyir, Qur'anı deyir, düşünən insanlarsınız, tədəbbür edən insanlarsınız. Kimin istəyi kimdir? Kəmə əmərəkumullahu Teala. Necə ki Allah sizə əmr etdiysə, o şəkildə Qur'anı tədəbbür edən insanlar, o şəkildə Qur'anı önünə dərd edən insanlar, alimtum ennəllaha Teala əvcəbə aləl mü'minинə bə'də imanihim bihi. Allaha və Rasuluna iman etdikdən sonra Allahın sizin üzərinizdə vacib etdiyi şeylər var. Yəni bu din mücərrəd tasdikdən, mücərrəd iman etməkdən, mücərrəd dillə ifadə etməkdən ibarət deyildir. Deyir, alimtum, siz bunu bildiniz deyil. Nədən sonra? Ennəllaha Teala əvcəbə aləl müminin. Müminlərin üzərinə nədir? Bə'də imanihim bihi. Allah özünə imandan sonra, Allah özünə belə deyim ki, tam bir şəkildə təslimiyyətdən sonra Allah Subhanahu taala deyir, nə etmişdi? Möminlərə vacib qılmışdı nəyi? Əl-əmələ, əməl etməyi. Əməlsiz bir din mümkün deyildir. Yəni mücərrəd olaraq gəlin burada zikr edək, söyləyək, danışaq, fikir bildirək. Əmələ gəlincə əynən əməl. Yəni din ya qəlbin əməlini istəyir, ya dilin əməlini istəyir, ya da orqanların əməlini istəyir. Bu üçü də olmalıdır. Nə də ki, indi irəlidə görəcəksiniz, alimlər deyir ki, inixtərlə, əgər bunlardan birisi xali olarsa, olmazsa, qəlbin əməli, dilin əməli, orqanların əməli olmazsa, o kişinin iman ilə arasındakı bağ qopar, iman ondan qəbul deyildir, imanı keçərli deyildir. Yəni sənin imanının keçərli olması üçün işte deyir, bu əməl lazımdır. Və ennəllaha Teala ləm yuthni. Allah heç bir zaman övmədi. Nə kimi? Aləl mü'mininə, müminləri və yaxud da ki onlardan razı qalmadı və onlar da ondan razı qalmadı. Əməlsiz Allah heç bir şəkildə iman əhlini övmürdür. Yəni Allah iman əhlini övübsə, əməlinə görə övürdür. Yəni sənin imanın varsa, sağlam imanın varsa, əməlin olmalıdır. Əməlin yoxdursa deyir, Allah Subhanahu taala heç bir şəkildə nə möminlərlə razıdır, nə də ki o möminləri övmüşdür. Allah deyir, onlara deyir, cənnətə girmələrinə səbəb olan şey nə idi deyir, onların deyir, möminlərin onlardan razı olmayan, bəs Allah nə deyir Quranda? Allah radiyallahu anhu və radu anhu. Allah onlardan razı oldu, onlar da Allahdan razı olurlar. Allahın deyir, belə razılaşmasının səbəbi və əsəbəhum alə zəlikə, bu səbəbdən də bundan dolayı da nə oldu deyir? Zəlikə onlara nə səbəbi verir? Duxulul cənnətə, cənnətə girmələrinə səbəbiyyət verir. Onların ilə nədir? Duxulul ilə cənnə, yəni cənnətə girmələrinə səbəbiyyət verir. Niyə? O əməlləri. Yuxarıda bahs etmiş olduğumuz o şeylər kişinin cənnətə girməsinə səbəbiyyət verir. Və nəcətü minənnər, yəni cəhənnəmdən də qurtulmalarına nəcat verdi. Yəni sən bugün məsələn, indi biraz sonra mürciyələr ki var Azərbaycanda və digər yerdə cəhmiyyələr ki var, özlərini sələf və əsər əhli adlandırırlar. İnşallah ki onlara da bir takım cavablarımız olacaqdır. Ki onlara deyir ki, beynəkum və beynənə, sizinlə bizim aramızda Allahın kitabı, Peyğəmbər sallallahu kitabı və sünnət var. Gəlin buyurun. Gəlin buyurun. Gəlin görək Allah və Rasuluna tabi olanlar əməli imandan çıxartdı mı? Əməlsiz bir insana mümin, müsəlman muamələsi elədirərmi? Sahabə içərisində Allahın farz qıldığı şeyləri tərk edən insanlar oldu mu? Tərk edən insanlar olduysa onlara necə muamələ etdilər? Əməli imandan ümumiyyətlə ayıran insanlarla
əməlsiz iman olar deyənlərlə sahabə, tabiin, itba tabiin özünüzü o sələf adlandırırsa, o sələflər necə müamilə etdilər? Gəlin onu ortaya qoyaq. İllə bil imani vəl əməl. Vəl əməl salih. İman və əməl və salih əməl ləbuddə ki, yan-yana olmalıdır. Bu ikisi bir-birindən heç bir zaman uzaqlaşmalı. Deyir Allah Subhanahu qarna ma'al iman əməl. Allah Subhanahu deyir, imanı salih əməllə yaxınlaşdırdı. Cənnətə girmələri mümkün değildi bil iman vahdehu. Bax, ləm yedxulun. Allah Subhanahu onları deyir, cənnətə soxmaz. Bil iman ilə sadəcə imanla Allah onları deyir, cənnətə soxması mümkün değildir. Hətta əməl imanın içinə daxil olub bərabər olmadığı sürəcə. Əməllə imanın arasını ayırmaq asla və asla olmaz. Alimlər demişdi ki, baxın, bir insan günahkar ola bilər, fasik ola bilər. Amma insan vacibləri mütləq tərk edə bilməz. Bir insan bir vacibi tərk edə bilər, amma bütün vacibləri tərk edəməz. Tərk edərsə İslamdan çıxar, keçən İmam Macurun söylediyi kimi yenə. Amma bir insan böyük günahları hamısını işləyir, fasik olar. Bundan deyir, bunu deyir mürciyələr, cəhmiyələr, günümüzün cəhmiyələri qarışdırdılar. Bir də kimlər qarışdırdı? Əhl-i sünnəti bilməyən Ruveyvidələr, alimlər farzları tərk edənlərlə günahları tərk edənlərin arasını ayırdığını bilmədiyindən dolayı ikisini bir-birinə qarışdı. Halbuki günahların hamısını işləməklə farzların hamısını tərk etməyin hökmü eyni deyildir. Farzların bütövlüyü vacib olanlar, önemli əsas vaciblər ki var ki, müsəlmanın zahirən imanına, İslamına dəlil olan şeyləri tərk etmək küfürdür. İnsanı millətdən çıxardır, İslam millətindən çıxardır. Amma böyük günahların bir çoxsunu işləməsi insanı İslam millətindən çıxarmaz. Lən yukəffir əhədun bidənbin, bir kişiyi bir günahına görə, asiliyinə görə və ya masiyyətinə, israrı alan masiyə, masiyyətdə israr edədiyinə görə biz onu cənnətdən və ya imandan çıxarır. Hətta neyəcə qədər onu yəstəhillu halal görmədiyi sürəcə günahları. Amma lakin in əqarra və dili ilə iqrar eləsə, naam, qad əvcəbəllah, Allah bunları bizə vacib qılmışdır, farz qılmışdır desə belə və tərəkə, tərk edərsə farzları və la yəkunu müminən və la muslimən, nə mümindir, nə də müsəlmandır. Bu əhl-i sünnətin mənhəcini güzel öyrənmək lazımdır. Yəni, ümumi kitab baxıb öyrəndiyi zamanda ki, sağ adam gəlib deyə bilər ki, qardaş, bütün günahları, fasikliyi işləyən insanın hökmü nədir? Və diqqət edin, oyun var, şeytanın oyunu var burada. Sən deyirsən ki, nədir? Böyük günah sahibidir. Deyir, qardaş, diqqət elə burada. Deyir, qardaş, bəs yaxşı, farzı tərk edən günahkar deyil mi? Deyirsən, naam, günahkardır. Lakin beynəhumə farq. Biri Allahın əmrini tərk eləməsidir. Allahın əmrini tərk eləmək, Allahın əmrinə qarşı itaatsizlik eləmək, Allah kendisinə qarşı təkəbbürlənən şeytan və yahudilərin safına qoymuşdur. Amma Allahın qadağalarını tərk edəyəni Adəmi misal gətirmişdir. Allahın qadağasını çiğnəmək Adəmin durumundadır. Allahın əmrlərini çiğnəmək iblisin və yahudilərin durumundadır. İnkar edənlər iblisdilər. Bilib də əməl etməyənlər, bax, adam bilir, haqqı bilir, amma əməl etmir və hum ma'al yahud. Onlar yahudilərlə bərabərdir. Kel yahud, onlar yahudilər kimidir. Əməli bildi, Peyğəmbəri tanıdılar mı? Ya'rifunehu kəmə ya'rifune əbnəəhum. Necə ki, ayətdə gəlir ki, onlar özlərinin evlatlarını bildikləri kimi Resulullah sallallahu aleyhi və səlləmin də Allahın Peyğəmbəri olduğunu bilirlər. Lakin onlar ayətdə nə gəlir? Onlar Allahın ayətini inkar edir. Allahın problemi Allahlandır. Allahın əmir və qadağaları, aleyhissalam, Allahın əmir və qadağaları ilə razılaşa bilmirlər. Nəfslərinə ağır gəlir. Niyə? Peyğəmbər onlardan çıxmadı. Qurur və təkəbbür olan evini yıxmışdır. Və bu səbəbdən də deyir ki, davam edərək, fəsarəl iman, iman deyir. Lə yetimmu li əhədin həttə, bu da lə yetimmu kəlməsi, alimlər deyir ki, buradakı İmam Əcurri lə yetimmu kəlməsi, yəni kamil anlamında deyil, lə yəsihü anlamındadır. Lə yəsihü anlamındadır ki, biraz yavaş qarşıyla, ki, imanı yakun musaddiqan bil qalbihi, qəlbindən təsdiq eləmədikcə və natiqan bilisanihi, dili ilə söylənmədikcə və amilən, əməl etmədikcə bi cəvarihihi, orqanları ilə əməl etmədikcə Quranı tədəbbür edən lə yəxfə alə mən, kim ki Quranı tədəbbür edir, Quranı düşürür,
onu araştırır ve Kur'an'ı okuyur baştan ayağa. Kur'an'ı okuyan insanları okuyup gördüğü zaman görecek ki Allah bir insanın imanını, İslam'ını kabul etmesi için emellerle imanın yan yana olma şartı vardır. Emeller imandandır. Emelsiz iman kabul değildir ve burada biz geçen de anlattığımız kimi havarizler kimi de söylemedik. Ki nedir? Emeller imanın hamısı sıhhatının şartıdır. Bir emel olmazsa insan dinden çıkar söylemir. Biraz sonra mürceler şansı ki bizlere bu günleri havariz deyirlər. İndi onlara biz diyeceğiz ki havarizlere göre kimdir ve cehmiye kimdir? Ve deyir ki وَعْلَمُوا cemiyan hamınız bilin ki Rahimanallah Allah bize ve size rahmet etsin. Mən deyir, mən Kur'an'ı deyir inceledim. Bak Aleyhisselam, mən Kur'an'ı deyir inceledim. İmam Acuri deyir, Kur'an'ı inceledim. Demek ki Kur'an'ı incelemek lazımdır. Demek ki iman ve emel meselesinde Kur'an'a bakmak lazımdır. Ve deyir, mən yuxarıda zikr etdiklərim onun bənzəri məsələsində Allah'ın deyir 50 yerde min 50 mevduan 50 yerde 50 ayrı yerlerde baktım ki Allah subhanahu ve teala ennallaha lem yudkhilul Allah subhanahu ve teala müminleri cennete imanlarıyla bir iman vahde sadece imanlarıyla Allah subhanahu ve teala onları cennete sokmamış bel Allah onları cennete sokmuştur aksine nedir bir rahmetiyle sokmuştur. Ne imanlarıyla ne əməlləriyle. Əslində Kur'an'ı incələsən, baxsan, görsən ki Allah subhanahu teala müminləri nedir rahmetiyle. Necə ki hədisdə gəlir ki tartışırlar bir Allah'ın huzurunda Allah subhanahu ve teala deyir ki ya Rabbi Allah subhanahu teala deyir onun mənim rahmetimle cennete gir. Deyir ya Rabbi mənim bəs əməllərim mənim əməlim qarşısında gitmək istəmirsən? Yani rəhmətimi gitmək istəmirsən? Deyir yox ya Rabbi mən əməllərimlə gitmək istəyirəm. Baxın mən tüm salih əməlləri eləmişəm, tüm yaxşı işləri görmüşəm. Allah subhanahu teala ona imkan vermir və onun deyir nemətini, Allahın öz nemətlərindən bir dənəsini tərəziyə qoyur, tüm əməllərini tərəziyə qoyur. Baxır ki, bir dənə əməli Allahın bir nemətinlə tərəzidə üst-üstə düşmüş. Sən bir Allahın nemətinin qarşılığını verə bilmirsən. Allahın bir göz nemətini, Allahın bir qulaq nemətini, Allahın bir danışma nemətini, sənin bədəndə olan bir nemət, heç iman nemətinin belə Allah sağ o iman verir. İman. Ki Kur'an-ı Kərimdə Hucurat surəsində buyurduğu kimi "Yemunnuna aleyke neslem" onlar minnət edirlər ki müsəlman oldular. Allah onlara minnət edir ki sizə iman vermişdir. Allah sizə minnət eləsin. Allah'ın bizim üzerimizde minneti var ki Allah subhanahu teala həqiqətən bizə iman nəsib edir, bizə İslam nəsib edir, bizə cənnətə girməmimizi, Allah ve Resulü tanımamızı, Allah subhanahu teala bizi özünə şərəf olarak nisbət edibdir. Müminləri özünə nisbət edib, bu bizə şərəf olarak yeter yani. Ve bu sebepten de değil, ve bu deyir reddiyedir ki, eyni şekilde Allah rahmetiyle beraber, kime imanla beraber de salih əməl nəsib edibsə, onlar bu şekilde cennete gitmişler. İman ve salih əməlləri. Bunu ne için vurguladı? Yani burada yine mürciyeler özlerine ders çıkarmasın ki, hamımız Allah'ın rahmetinle gidecek, yani əməllərimizə xeyir. Əməllər səbəbdir, əsil değildir. Salih əməllərlə iman sənin Allah'ın rahmetinə nail olmana səbəbdir. Aleykümselam. Eğer sen salih əməl sahibi değilsənsə də iman sahi yetməz. Bir insan iman edə bilər, amma imanın yanında salih əməllər yoxdursa da insanların Allah katındaki imanı keçərsizdir. Və hədə raddun alə mən qalə əl-imanu bil-ma'rifə və yaxud əl-imanu ma'rifə. İman ma'rifətdən ibarətdir. İman sadece bilmek, tanıdınsa Allah'ı bildiğin, peygamberi bildiğin, dini bildiğin, İslam'ı bildiğin, bu o insanlara reddiyedir. Ve yaxud da ki ve raddun alə mən qalə və yaxud da ki başqaları var ki el-ma'rifətu və qəlbin bilməsi, tanıması və dillə söyləmək. Eğer əməl eləməsə belə, bu günümüzün demək olar ki bir çox mürciyəsinin, cəhmisinin etiqadı budur ki dilinlə və qəlbinlə Allah'ı tanısan, əməl eləməsən belə mümkündür. Sən dilinlə söylə, Allah'ın farzlarını təsdiq elə, Allah'ın haramlarını qəbul et, bəli bunlar haramdır və yaxud da ki bunlar vacibdir.
Allahdan lakin sən bunları qəbul elə. Elhamdülillah sən müminsən, sən müsəlmansan, sən tevhid əhlisən, yetərlidir sənin üçün. Baxın, bir şey zikr edeyim, inşallah davam edəcəkdir məsələlərimiz. Dediyimiz ki, var bu günləri bizə rəddiyə verən, yaxında bir həftə bundan qabaq bu Mədinə tələbələrinin içərisində Əbu Zeyd adında birisi var. Üzünü görməmişəm. Yəni görməyə də ehtiyac yoxdur zaten. Bizim mənim və Türk hocalarının belə deyim ki, videosunu yan-yana qoyub ki, xavariclər, müasir xavariclər. Baxın, müasir xavariclər məsələsini orada qeyd edibdir. Məsələlərə çox adil bir şəkildə deyil, zalimcəsinə yaxınlaşır. Mən ümumiyyətlə orada zikr etdiyi elm tələbələri və xocaları müdafiə eləməyəcəm, nə də ki, onların vəkili deyiləm. Onlar özü bilər. Mən o qarışmıram. Mən özümə cavabdeyəm bu məsələ ilə bağlı. Birincisi, baxın, onlar o qədər zalimdirlər ki, mən bunu buradakı olan mürciələrə səslənirəm ki, onların yanında olanlara. Siz həqiqətən də vicdansız insanlarsınız. Cahil insanlarsınız, zalim insanlarsınız. Niyə? O adama soruşmursunuz ki, bu adamların, mən özellikle özümə soruşuram, xavaric etiqadında olmasına Allahın kitabından, Peyğəmbərin sünnətindən mənə bir deyin görək bu adamın xavaric olmasına səbəbiyyət verən əməl, iman, etiqad nədir ki, bu adam xavaricdir? Baxın, oradan hansı məsələni gətirir? 2015-ci ildə və ya 2006-cı ildə mi yadına gəlirsə, Məkkə imamlarının arxasında namaz qılınarmı, yoxsa qılınmazmı? Buna bənzər furu məsələsindən məsələlər gətirdir. Furu məsələsindən. Halbuki biz o məsələmizi ümumiyyətlə, birinci, əgər adil şəkildə araşdırırsa, baxıb görəcək ki, ümumiyyətlə biz hal-hazırda o fikirdə deyilik. O dərsimizdə internetdən qaldırmışıq. Çünki biz hal-hazırda o düşüncədə deyilik birincisi. Yəni Məkkə və Mədinə getdiyin zaman, ümrəyə getdiyin zaman da, həcə getdiyin zaman da, onlara ziyarətə getdiyin zaman da, oradakı imamlar bir insan tanımırsa, bilmirsə, əlhamdülillah, yəni hər hansı bir küfrünü, şirkini görməmisənsə də, biz onların arxasında ibadət eləməyi, namaz qılmağı caiz görürük. Əhl-i sünnətin bu konuda iki görüşü var. İstərsən qıl, istərsən qılma. Yəni, bu əhl-i sünnətin genişlik tanıdığı bir məsələdir. Bu sənin özünə bağlı olan bir məsələdir. Məsələn, mən bu il ümrədə olmuşam. İnşallah Allah nəsib edərsə yenə həc zamanında da gedərik. Əlhamdülillah, Məkkədə və Mədinədə 5 vaxt namazımızı orada olmuşuq, orada qılmışıq. Yəni, hətta orada bizə Mədinə tələbələrinə yaxınlaşıblar ki, sən buradan namaz qılırsan. Demişəm, bəli. Deyirlər ki, əlhamdülillah, yəni biz elə düşünmürdük. Hətta bir çox insanlar belə ki, orada ayrı-ayrı namaz qılan insanlar belə var idi. Mən demişəm ki, gəlin gedək, cəmaat namazı qılır. Cəmaat namazdan əcrimizi nədir? Qazanın. Bundan məhrum olmayın, yəni ibadətə gəlmişsiniz. Bundan məhrum olmayın, yəni. Yəni, birinci buradan demək istədiyimiz odur ki, bu bizim birincisi, sən adil şəkildə məsələyə yanaşırsansa da, belə yanaş. Ayrıyətən, orada biz zikr edirik ki, dini həssasiyyətimizi qoruyuruq. Bəzi məsələlər var ki, o məsələdən dolayı biz narahatıq, o narahatçılıq səbəbilə olmaz, qılma deyirik. Lakin bu, xavaricliyi gərəkdirəcək bir durum deyil ki, orada biz səbəb zikr edirik. O səbəbin üzərindən biz məsələləri dəyərləndiririk. Amma indi isə tutalım ki, o səbəbləri baxmırıqsa deyirik ki, nədir, o bizi ilgiləndirməz, biz içinə girmirik, görməmişik, eləməmişik. Biz halı bizə qapalı olduğu sürəcə, halı bizə gizli olduğu sürəcə, bizə maraqlı deyil. Halı bizə qapalı isə, küfürün şirkini görməmişiksə, bizə görə nədir? O Mədinədəki, o Məkkədəki imam bizə görə müsəlmanların arxasında cümə, bayram namazı qılınar. Bu bizim etiqadımızdır.
Qəbul edən edər, etməz özləri bilərlər. Bu sələfin inancı, sələfin etiqadıdır. İstərsən qıl, istərsən qılma. Lakin burada bizlərə xavaric damqası vurmaq, gərək insan Allahdan qorxar. Niyə xavaric damqası vursan ki? Nəyə görə xavaric deyirsən? Gəl baxaq görə, indi mən xavaricəmsə, sənə görə. O zaman siz də cəhmiyyəsiniz, dibinə qədər cəhmiyyəsiniz. Və burada özəlliklə, indi mən zaten o məsələyə rəddi verəcəm. Fikriniz məndə olsun, gələn gedənlərdə yox. Ki, burada önəmli olan məsələ nədir? Önəmli olan məsələ budur ki, niyə hər səfərində xavaric məsələsi zikr edilərkən, bizləri zikr edərkən hakimiyyət və dövlətdən danışırlar? Çox maraqlıdır. Sizin, belə deyim ki, öz inancınıza, etiqadınıza baxdığınız zaman da sizlər daha təhlükəli insanlarsınız. Biz səmimi və net insanlarıq. Biz içdən gizli planlar düşünməyən, daşınmayan insanlarıq. Sinsi planlarımız yoxdur. Bizim peyğəmbərlərin bir sözü, ya qavm, ey qavm, Allaha ibadət edin, sizin ondan başqa bir ilahınız yoxdur. Bizim güc toplayıb arxada və ya dövlətin içərisinə girib və ya parlamentə girib və ya orada burada deputat edilib geçsinlər oradan onlar söz sahibimiz olsun, biz belə şeylərə uzaq, bizə belə şeylərə ehtiyacımız yoxdur. Biz nə ixvanıq, nə hizbiyik, nə bilim mən o digərləri ki var, onlardan, bunlar heç birisi. Biz Allah və Rasulunun dinini açıqdan gəldiyi şəkildə səmimi olaraq anlatırıq. Biz humanitar, dünyavi, demokratik bir dövlətdə yaşayırıq. Bu qədər. Bundan ötəsi deyil yəni. Bundan başqa bir şey də deyil. Nədirlər? Xavaricilər dövlətə qarşı çıxarlar, hakimə qarşı çıxarlar. Biz nə varmışıq ki, hansı bir, üzr istəyirəm, bir mitiklərdə iştirak edirik. Yoxsa hansı bir dərsimizdə biz insanları mitingə çağırırıq, biz insanları sokaqlara çağırırıq, biz insanları, üzr istəyirəm, gəlin, hücum eləyək. Neyinirik bizə siz bu xavarici bu damqasını vurursunuz? Dövlətin niyə gözünə girməyə, niyə yaltaqlıq eləməyə çalışırsınız? Niyə yaltaqlıq eləyirsiniz? Dövlət, sizin kimi insanlar əslində problemli insanlar, sinsi niyyətli olan insanlar problemdir əslində. Bizim o niyyətimiz yoxdur, güc topluyuq, sizə suallar verirlər. Hakimə qarşı çıxıyor, deyəsiz yox, biz gücümüz yoxdur. Bax, siz görün nə sinsi niyyətiniz var sizin. Gücümüz yoxdur sözü, təxribat sözüdür bu. Yəni biz indi çıxmırıq, amma zaman gələcək, güc toplayacaq, onda çıxacaq. Amma biz onu da belə demirik. Çünki əhl-i sünnəsi mənhəzində yoxdur. İndi əhl-i sünnəsi siz mi, yoxsa biz mi? Biz, əlhamdülillah, bu vətənin evlatlarıyıq, biz bu vətəni Erməniyə satmırıq, Rusa satmırıq, Ərəbə də satmırıq, Türkiyə də satmırıq. Bura bizə aid olan insanlarıq, bizim sorunumuz ama biz dövlətin və hakimiyyətin varlığına görə nə dövləti sevirik, nə dövlətin nifrət. Biz buranın vətəndaşıyıq, bura bizə aiddir. Biz vətəndaşlara aiddir. Xaricə biz sizin kimi nəyinsə qarşılığında satmırıq fikirlərimizi, düşüncələrimizi. Bu şeyler sizə aiddir, bizlərə aid deyildir. Ki, xavaric damqası vurub, dəqiqə başı nəyə verirlər? Bunlar hakimə qarşı çıxırlar, hakimiyyət bunlar bari tədbir almalıdır. Bunlar hara baxırlar, nə inirlər, nə ağırıq biz? Niyə şpiyonluq edirsiniz? Bütün tələbələrin üzrəm şəkillərini, bütün tələbələrin videolarını qayd edib paylaşırsınız. Nədir sizin qayəniz? Nə qarmaq istəyirsiniz? Niyə Allahdan qorxmuşsunuz? Buna görə biz oxuduğumuz kitab Əhl-i Sünnətin kitablarıdır. Anlamağa çalışırıq, əməl etməyə çalışırıq, fəhm etməyə çalışırıq və açıq şəkildə bizim yanlışlarımız varsa ondan da dönürük ki, biz dəfələrlə vurgulamışıq ki, bizim zahiri insanları gördüyümüz zamanda tanımadığımız insanların ibadətini, namazını, İslamın 5 şərtini bir insanın zahirində görərsək, bizə görə adam müsəlmandır. Biz o adamların etiqadını araşdırmırıq. Sən tağutu inkar edirsən, yoxsa yox. Biz etiqad bir araşdırmağı doğru görmürük. Sən filan şey necə baxırsan? Filan məsələ küfürdürmü? Filan məsələ şirkdirmi? Filan məsələ caizdirmi? Filan məsələ caiz deyilmi? Sən bu məsələ necə baxırsan? Biz heç kimlə qədəsini araşdırmırıq.
Bəli, bir zamanlar biz onu da vurguluyoruz. Bizim belə müəyyən zamanda, keçid döneminde Müslümanların saflarını, imanlarını koruması için müəyyən zamanda bu şeyleri talep etsek de, istesek de, söylesek de, ama bugün o şeyi söylemirik ve o düşüncede değilik. Düşüncede olmadığımızı da beyan eləmişik. Adamsızsa bu beyanları da insanlara söyleyin ki bunlar havarici. Biz niye havarici oluruq? İmam Macuri'nin iman kitabını, Əhl-i Sünnətin şəriət kitabını, Əməl və Əməllər imandandır kitabını oxuyuruq da. Az önce söyledik. Geçen sefer de söyledik. Geçen seferki olan dersim bizimle havarizler ve mürciyeler arasındaki fark. Biz bunu ortaya koymaya çalışırıq. Ve burada bize iftira atmanız doğru değil. Özellikle de yani bu insanlar ki yani belə deyim ki özlerini Kur'an'a ve sünnete elm ehli olarak talep edirlər ve daha doğrusu nispet edirlər ve insanları bize karşı kışkırtmak için oradan buradan cımbızla səhvlər, xatalar tapırlar ki, burada bunu Ərəb dilində buna dammə deməliydi, kəsrə dedi. Buna fəthə deməliydi, sukunla bitirdi. Nə bilim, bu belə olmadı, bu belə, bu baxıdır. Ümumiyyətlə, mürciyələrin Mədinədə belə vasıflarıdır. Bunlara soruşsan, Mədinədə, Məkkədə, Saudi Ərəbistanında böyük alimlər var. Qəbul edirsinizmi? Yox. Niyə qəbul eləmirsiniz? Bu arada böyük alimler var. Qəbul soruşduğu zaman diyor biz onları qəbul eləmirik. Biz onlardan elm almırıq. Biz kimi ancaq kimi elm, Rabi Mədxəlini kimi önərdiysə, kimi tavsiye gördüysə ancaq ondan elm alırıq. Və özünüz, indi burada ikinci bir maraqlı yönəsi nədir? İndi bunlar bizə xavariz deyirlər. Qamət də Adidə xavarizdir, Əbu Zeydə xavarizdir, Ağalı Şirvaniyedir, Abdurrahman Muratlıdır, Salihə, Sahibə və s. İndi qardaş biz bunlar hansı yer? Onlar da xavaricidir, biz də onlar bizdə xavaricidir, bunlar onlara xavaricidir. Qardaş biz sizin hamınızdan bəliyik qardaş. Biz Əhl-i Sünnət, Sələf Salihin etiqadında olan, elhamdülillah İslam dini üzrə yaşayan bir Müslüman topluluq. Allah'a hamd olsun. Və sonra nə'udhu billahi onların deyir, bu fikirlərindən, sözlərindən şeyx deyir, Allah'a sığınırıq. Bir insan dese ki bu dediklerini Allah'ın kitabından diye sübut eləyə bilərsənmi? Ki mən Quranda 50 dənə yerə baxdım, incələdim, gördüm ki yəni müminlər cənnətə girmişlər ancaq salih əməlləri ilə. Allah Quran-ı Kərimdə imanı salih əməllərlə yaxınlaşdırmışdır. Allah salih əməlləri bununla qarşılaşdırmışdır. Eğer Allah Subhanahu teala na'am qilə lehu ona deyilir ki na'am Allah'tan tevfik olarak ve yardım isteyerek bunun üzerine isteyedik ki Allah Subhanahu teala Bakara suresi 25. ayette demişti ki ve beşşirillezine amenu ve aminus salihati enne lehum cennetin tecri min tahtiha'l enhar. Bak ve beşşirillezine amenu iman edenleri müjdele ki ve aminus salihati salih amel edenler enne lehum cennet. Onlar için cennetler vardır. Allah iman neyle yakınlaştırdı? Salih amelle. 25. ayete bakın Bakara suresinde. Yine Bakara suresinde 277. ayete baktığımız zaman da İnnellezîne âmenû ve aminus salihâti ve akâmus salâte ve âtuz zekâte lehum ecruhum inde rabbihim ve la khawfun aleyhim ve lahum yahzanûn. O kəslər ki var, Allah'a iman ettiler ve salih əməllər elədilər, namaz qıldılar, zəkat verdilər. Onlar üçün onların əcri Rablərindən vardır. Allah onlara əcr və mükafatları əksiltmədən verəcəkdir və onlar üçün və la xawfun aleyhim və lahum yahzanun. Onların əcruhum ində rabbihim, yəni onlar Allah qarşısında onlara nə vardır? Cənnət vardır. Allah Subhanahu taala onlara cənnəti vəd etmişdir. Allah Subhanahu taala yenə nəyə qarşıladı qardaş? Bax, əməllə iman yan-yanadır. Salih əməl olmadan insan cənnətə getməyəcək. Və yenə Allah Subhanahu taala Əl-İmran surəsində 57. ayetinde deyir ki فَأَمَّا الَّذ۪ينَ كَفَرُوا فَعُذِّبَهُمْ Kafirlere gelince Allah onları değil şiddet bir azapla azaplandıracaktır. Fi dünya vel ahire. Maazallah. Allah Subhanahu teala فَأَمَّا الَّذ۪ينَ كَفَرُوا فَعُذِّبَهُمْ Allah onları değil ne diyecektir? Hem bu dünyada azaben açık aydın bir azapla fi dünya vel ahire. Hem dünyada hem ahirette kafirlere değil Allah cezalandıracaktır.
Və mə ləhum min nasirin. Allah onlara heç bir yardımcı da mümkün deyil ki, yardım olunmayacaq onlara. Heç kimsə yardım edemeyecəkdir. Və əməllədinə əməl və amilus salihati, amma salih əməl edənlərə gəlincə Allah onların əcirlərini verəcək. Allah zalimləri sevmir. Allah la yuhibbul zalimin. Allah zalimləri sevmir. Bax burada yenə Allah nədir? Və əməllədinə əmənu və amilus salihati. İman edir, salih əməllərə işləyənlərə gəlincə Allah onların əcirlərini qarşılıqsız verəcəkdir. Yenə gəlirik burada Nisa surəsində 57-ci ayətində. وَالَّذ۪ينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ Salih əməllər edənlərə gəlincə biz onları cənnətə qoyacağız. Yenə bu ayət onu dedi. Baxdığımız yenə Nisa surəsi 122-ci ayə. وَالَّذ۪ينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ İman edib salih əməlləri işləyəni biz cənnətə qoyacağız. Yenə Allah Subhanahu Nisa surəsi 172-173-cü ayətində yenə Allah Subhanahu təala deyir: "Əmmellezine amenu və amilus salihati" salih əməl işləyənlər Allah onların qarşılıqsız nədir? Əcirlərini verəcəkdir. Yenə Maidə surəsində 10-cu ayətində: "Va'adallahu ellezine amenu və amilus salihati" salih əməlləri işləyənə gəlincə Allahdan bağışlanma və böyük bir əcr vardır. Amma kafir vəllezine kəfəru və kəzzəbu ayatina bizim ayətlərimizi inkar edən kafirlərə gəlincə ulaika əshabul cahim onlar cahim əshabıdır, orada qalacaqlar. Yenə başqa surələr Ən'am surəsindən yenə baxırıq ki, Ən'am surəsində deyir ki: "Və mə nursilul murselin" biz mürsəlləri və mə nursil biz göndərməmiz peyğəmbərləri, mürsəlləri illə mübəşşirinə və munzirin biz rəsulları göndərdik nə üçün qorxutsunlar və müjdələsinlər və ya müjdələsindən qorxsunlar. Fəmən əmənə və əsləhə fələ xavfun aleyhim və ləhum yəhsin. Kim iman edər və salih özünü düzəldərsə və salih əməllər edərsə Allah subhanə teala onu cənnətə qoymuşdur. Yenə Ərəf surəsində vəllədinə əməl və amilus salihati orada yenə yenisi vardır. Yenə Tövbə surəsində əlləzinə əmənu və həcəru və cəhədu fi səbililləh bi əmvalihim və anfusihim ə'zəmu dərəcə. Və iman edib salih iman etdilər əlləzinə əmənu və həcəru salih əməl və cəhədu salih əməl fi səbililləh malları ilə və canları ilə onlar cihad elədilər, hicrət elədilər, əcr qazandılar. Allah onların əcrlərini deyir qarşılıqsız verəcəkdir. Yenə baxdığımız zaman da yəni Tövbə surəsində yenə orada 88-ci ayətində yenə Allah Subhanahu taala onlara gəlincə ki, "Vəllezine amenu ma'hu" o rəsullarla bərabər iman edənlər onlar deyir malları ilə və canları ilə Allah yolunda mücadilə etdilər, cihad etdilər. İşte onların əcrləri Allah katında sonsuzdur. Yəni bu əməl edən insanlar. Allah Subhanahu onların əməllərini sonsuz bir şəkildə verəcəkdir. Qarşılıqsız bir şəkildə verəcək. Baxın, burada baxıb görürük ki, bax bu hələ indi davam edir, ayətlərin sayı çoxdur. Bu qədər ayətlə deyir, görürük ki, Allah Subhanahu taala əməllə imanı yan-yana gətirdi. Biz bu əməlləri, bu etiqadı ortaya qoyarkən niyə biz xavaric oluruq ki? Bizim xavaric olmamıza səbəb nədir acaba? Allahın ayələrini insanlara söylədiyimizdən dolayı, olduğu kimi söylədiyimizdən dolayıdırmı acaba? Yəni şirk edən insanın müşrik olduğunu Allah dediyi üçün, küfr edən insanın kafir olduğu üçün, necə ki iman edən, zahirən iman edən insana iman əhli, İslam əhli deyiriksə, küfr edən insana da küfr əhli, şirk əhli deyirik. Bizim xavaric olmamız üçün əhl-i sünnətə müxalifət edər böyük günah sahiblərini əbədiyyən cəhənnəm əhli olduğunu söyləməmiz lazımdır. İslam və İslam xilafətində, İslam dövlətində hilələr qurub dövlətə qarşı çıxan insanlar olması lazımdır. Ki bunlar da bizdə sabit deyildir. Allahdan qorxmaq lazımdır. Etiqad, inanç. Bugün Azərbaycanda insan istənilən etiqada inana bilər. İstərsə Yahudi olur, istərsə Xristiyan olur, istərsə Məcusi olur, istərsə kim olursa olur, antilop olur. Allah nə olursansa ol. Amma bu inancıvı insanlara dayatmadığın sürəcə sən rahatsın. Biz heç kimsəyə inancımızı dayatmırıq. Evimizdə, atamıza, anamıza, yaxınlarımıza, dostlarımıza, heç kimsəyə imanımızı daha biz sadəcə deyirik: "Ya qavm u'budullaha ma lakum min ilahin gayr." Ey qavm, Allah'a ibadət edin. Sizin ondan başqa ilahınız yoxdur. Biz bu Quran əhliyik. Soruşuram, Quran əhli olaraq içki halaldır yoxsa haramdır? Haramdır. İndi Quranda baxdığımız zaman içkiyə siz də haram deyirsiniz, biz də haram dedik. Zina haramdır, haram. Biz də onu deyirik, siz də onu deyirsiniz. Yəni bizim Quranda var olan Allah'a ortaq qoşmaq, Allah'a ibadətdə, itaətdə, bütün məsələlərdə ortaq qoşmaq, Allah Subhanahu taala şirk əhli, müşrik deyirsə, siz o demirsiniz ki, siz nə deyirsiniz ki? Yəni Allah şirk dediniz, siz şirk demirsiniz. Allah'ın haram dediniz, siz haram demirsiniz. Allah'ın halal dediniz, siz halal demirsiniz. Siz nə deyirsiniz ki?
Ya siz ne dediğinizi deyin ki biz Kur'an ehli değiliz. Biz de bilək siz Kur'an ehli değilsiniz. Yani bu sebepten kardeşler Allah Subhanahu teala bize de size de İslam'ı hakkıyla anlayanlara Rabbim rahmet etsin. Allah'ım amin. İmam Acuri kendisi rahmet eylesin. Diyor ki İ'tebiru, ibret alın. Düşünün. Tefekkür edin. Allah size rahmet eylesin. Eşittiğiniz bu ayetler size ne verir? Eşittiğiniz bu ayetlerde ne anlıyorsunuz? Ne düşünürsünüz? Əməlsiz iman olabilir mi? Ha? Əməlsiz bir insan quru mən müsəlmanam, mən müminəm iddiası ne kadar keçerlidir? Asla keçerli değildir. Ki bu ayetlere diye baktığınız zaman da Allah diye dostluk edindi. Onları dost oldu. Kimin? İman əhlinin yanında əməli olmadığı sürece onları özünə dost qəbul eləmədi. Kimlerdir Allah'ın dostları? İmanla əməli yan yana getirenler. Yani sadece dinle ikrar eləmək, mən müminəm, mən müsəlman deməklə yetirmiş ki kardeşler. Allah deyir, hətta deyir, nə zikr elədir? Hicrəti, cihadı ve malı, canı ile, mamalı ile Allah yolunda mücadeləni. İmam Mazur Allah rahmet eylesin. Ne ön plan deyir? Hicrət, cihad, mal ve canla bir mümindən ayrılmaz bir parçadır. Ama bugün Müslümanlara baktığın zaman da hemen bu vasıfların hamısını siliblər. Bugün Müslümanların baktığın zaman da alimler deyir ki, mesela belə deyim də bazı insanlar var deyirlər ki, bu günlərin mesela bu hicrət yoxdur da biz neyniyək? Allah Resulü deyir ki, hicrət el-muhacir, Allah'ın haram kıldığından uzaklaşan insan muhacirdir. Allah'ın haram kıldığı meclisten uzaklaşan muhacirdir. Allah'ın qadağa elədiyi toplumun içerisinden salih əməllər işleyen bir eve, bir küçeye, bir mahalleye taşınmak imandandır, hicrettir bu. Hicret sadece onun kapısını otur. Hicret sadece mahallede, şehirden, memleketten memlekete gitmek hicret değil ki. Biz demirik ki bugün Mekke'den Medine'ye hicret elə. Allah'ın halalından, ada haramdan haramına, haramdan da halalına hicret elə. Allah'ın haram kıldığı şeyler terk elə. Küfür kıldığı şeyler terk elə. Bu senin hicretindir. Evinde, toplumunda, iş yerinde Allah'ın dinini yaşayabilmirsense hicret olunacak. Uygun bir yere hicret elə. Zəhmət olmasa biraz ayaklarımızı üstürabilir. Burandan sonra görürsünüz maalesef. Ve ikinciye de cihada gelince bugün Müslümanların İbn Qayyim'in kitabını incələsək görsək ki, cihadı İbn Qayyim 5 kısma ayrılıb. En axırıncı cihad hansı cihadır diye İbn Qayyim? İnsanın canı ile cihad eləməsi, yəni silahla savaşması. En axırıncı cihaddır. Ondan qabaq deyir, birinci deyir, silah nədir? Elm almaq, dəvət eləmək. En birinci cihad deyir budur. Elm ve dəvət cihadı tüm peygamberlerin cihadıdır. Elm öyrənmək. Yani elm tələb etmək. Cihadın en böyüklerinden de deyir. Çünkü sen orada ne öğrenirsen? Allah'ı öğrenirsen. Allah'ı öğrendiğin zaman ne inirsen? İnsanlara Allah'ı anlatırsan. Allah'ın istediğini anlatır. Hayrukum men teallemel Kur'an'ı ve alleme. En hayırlınız Kur'an'ı, yani sadece bunu yok, fethesini, dammesini, tezvidini, ihva, ne bileyim ben ne, bu mürciyelerin bugüne önem verdiği şey ihvanı, getnel men qari ol, bu oluyor. Bundan değil. Hayrukum men teallemel Kur'an, yani Kur'an'ı bilindiği şekilde öğrenen. Hayrukum men teallemel Kur'an'ı, hansı Kur'an'ın içindeki haramını, halalını, küfürlü, şirkini, farzını, vacibini, müstehabını ve onu o şekilde okuyup amel edenler insanlardan danışılır. Ve başkasına o şekilde öğreten insanlardan danışır. Ve ondan sonra gelir insanın nefsiyle, ondan sonra gelir insanın malıyla, ondan sonra gelir insanın değil bedeniyle değil cihad edemez. Bugün nefsinle sen ne kadar cihad edirsən? Sen bugün nefsini yenip biraz yuxudan kaçıp zikir meclisine elm almağa gelebilirsen mi? Bir 10, 15 kilometre, 20 kilometre evinden gelip rahat bir şekilde bir saatini ses bir şey, telefonu, beyninde her şeyi çıkardı. Sadece Allah'ı düşünebilirse bu büyük bir cihattır. Sen bugün malının zekatından danışma. Malının zekatı verilmek farzdır. Malının zekatının hariç kazandığından 5'te birini, 3'te birini Allah yolunda infak edebilirsen mi? Bu senin bir cihadındır. Sen malının bu şekilde infak edebilmirsense de senin imanında problem var. İşte bunların hamısı imandandır.
bir müminin zahiri əməllərindəndir. Yəni sahabə düşünün ki, yəni bir sahabəni düşünün ki, elmi var, malı var, imkanı var, evində oturub deyir ki, ya Rasulullah, mən səni sevirəm. Gəlir deyir, ya Rasulullah, mən sənə uhibbəkə ya Rasulullah. Vallahi səni sevirəm. Anamdan da, atamdan da, malımdan da, canımdan da çox sevirəm. Sonra Rasulullah sallallahu aleyhi ve sellem deyir, hayyələ, hadi toplanın, gedirik deyəndə, ya Rasulullah, mən biraz hava istedi. Biraz keçən yer o qədər dincəlməmişəm, biraz ticarətdə olmuşam. İstəyirəm ki, bu il biraz dincəlim, ona görə mən biraz xurmaların altında dincələcəm, istirahat edəcəm. Və ya Rasulullah, mən keçən il subayı idim. Subaylar evlənəndə yoxa çıxırlar. Ya Rasulullah, mən subayı idim, indi bu səfər evlənmişəm, istəyirəm biraz yoldaşımla vaxt keçirim. Allah yolunda biraz sənə qulaq asa bilmirəm, məscidə gələ bilmirəm, namaza gələ bilmirəm, zikrə gələ bilmirəm, ya Rasulullah. Mallı infaq eləməyə gəldi, ya Rasulullah, mən o vaxt çox eləmişəm. İndi istəyirəm ki, elhamdülillah zövcələrim var, evlatlarım var, biraz onlara ayrım, onların gələcəklərim, 4 dənə qızım var, onların cehizi var, oğlanlarım var, onların gələcəkdə evləri var. Mən bilsənmi, ya Rasulullah, mən çətinlik çəkmişəm, mən əziyyət çəkmişəm, atam, anam mənə yaxşılıq eləməyib, mənə şərait qur, mən 9 yaşından küçələrdəyəm, mən istəmirəm ki, mənim də evlatlarım, qızım, oğlum əziyyət çəksin, biraz onlar üçün çalışıram. Yəqin ki, Allah mənə mərhəmət eləyər də, yəqin ki, bu nəzərə alınlar. Belə deyərdi mi acaba? Belə bir iman əhli Allah Rasulunun yanında görsənirdi mi? Baxın, münafiqlər nə edirdilər peki? Malını çoxsa gətirən Əbubəkir kimi insanlara deyildilər ki, riyakardır. Ömər kimi insanlara, Abdurrahman bin Avf kimi, Osman radiyallahu anh kimi insanlara və tanımadığımız bir çox insanlara, baxçalarını Allah yolunu verən insanlara deyildilər ki, vallahi bu adam riyakardır, normalda malını sevir, verməzdi, özünü insanların gözünə soxur. Kasıb, fakir, fuqara 10 manat verincə, yəni bir ovuc xurma gətirincə, deyirlər ki, qırağadır, bu məclis malını meşoqla gətirənlərə aiddir. Allahın sənin bir ovuc xurmana ehtiyacı yoxdur, geri çəkir. Münafiqlərin işi buydu. Amma sahabə nə idi? Allah Rasulü mesciddə otururdu, insanlar gətirirdi, bir ovuc xurma gətirən, 5 dənə xurma gətirən, bir vedrə xurma gətirən, su gətirən, arpa gətirən, un gətirən, yəni kimin nəyə gücü yetirsə, bismillah gəl, bunlar hamısı Allah yolunda malıyım. Amma məsələ bilsən nədir? Məsələ səndə olandan nə qədərini verməndir. Malı çox, az var, azından ver, çox var, çoxundan ver. Məsələ budur. Yəni məsələ sən yoxundursa, olanın nə qədərisə, elə o qədərindən o qədərini infaq eləmək sənin Allah yolunda səmimiyyətindir. Şərt tələb deyil ki, səndən tələb ondan 100 dənəsini verəsən, yox. Sən Osman olma. Elhamdülillah. O sahabələr ki vardı, Əbu Zər kimi gəldir, ya Rasulullah, deyir, əhl-i dustur, zənginlər bizi keçdi, ya Rasulullah, biz heç elə bilmir, ağlayırdılar. Ya Rasulullah, nə malımız var, nə mülkümüz var, heç nəyimiz yox. Sabaha, yarına bizim yeməyimiz yoxdur, ya Rasulullah. Biz necə səninlə səfərə çıxaq? Biz səfərə çıxmaq istəyirik, biz evdə oturmaq istəmirik. Biz istəyir səfərə çıxaq. Allah Subhanahu onları öz niyyətlərini mükafatlandırdı. Onlar Allah Rasul tərəfindən lazım olan ehtiyacları qarşılandı. Ağlayırdılar, qardaş. Müsəlmanlar səfərə çıxır, bunlar ağlayırlar. Amma bizim durumumuz nədir? Müsəlmanlar hər şey nedir? Elhamdülillah, eləməlidir, hə? Mənim imkanım olsa, mənim yoxdur, mən ona görə ağla, sızla, əziyyət çək, git, biraz tərlə, biraz Allah üçün tərlə də. Uşağın dünyaya gələcək sabahları, keçən bir müsəlman qardaş, Allah hafizsin zamandır, deyir, dünyaya uşağım gələcək, onun üçün çalışıram. Bəs Allah üçün də çalışdı. Ona görə deyir, biraz dərslərə gələ bilmirəm, biraz görsənə bilmirəm. Uşağın deyir, biraz masraflı olacaq, biraz çox pul çıxır, ona görə çox çalışıram. Vay canına, Allah üçün də bir çalışdı, nə olar ki? Tərriyin də Allah üçün biraz da, tərriyin də gedin 5 gün, 1 həftə, sadəcə Allah üçün çalış. Get də, kişiliğimi göstər də, Allah'a olan səmimiyyətimi göstər də. Görək də sən də o qanun tərini siləndə ilə, ya Rabbi sənə hamdır. Və bu saat qiyamət günündə, bilirsən nə olur, sənə tərəzəvi qaldıracaq. Mən lazım deyil, sən oturduğun yerdə, sən lazım olur, mən semişka paramı Allah yolunda verməyəm, lazım deyil. Allah üçün səni tərlədən şeylərdən çalışman lazımdır. Sən eləyəndə bir sən hiss eləməlisən, hiss eləməlisən ki, bu səndən çıxdı. Tərləməlisən ki, bu məndən çıxdı, azaldı, paduşka biraz aşağı indi. Telefondakı o rüsum var, o rüsumun biraz qiymətlərdə ciddi fərq oldu. Sən bunu hiss eləməlisən. Hiss eləmirsən sən. Sən o verdiyin sənin Allah qatında o qədər önəmlidir ki, sən bunu hiss eləmir, ixlas yoxdur. Bizim qardaşlar,
iman, İslam. Bakın, gör neçə il bundan qabaq yazılmış. İ'tebiru, itibar, yani düşünün, tefekkür edin deyir ya. Ki insan eşittiğiniz ayetlerde Allah deyir, onların Mevlası xeyri qəbul etməyin şərti Allah yolunda deyir, bunları ettiğin zaman da senden qəbul olur. Buyurun əzizlərim, iman ve İslamı həqiqətən də doğru dürüst anlamaq lazımdır ki, وَقَدْ عَلِمْتُمْ أَنَّ اللّٰهَ تَعَالَى ذَكَرَ قَوْمًا آمَنُوا بِمَكَّةِ وَقَدْ عَلِمْتُمْ bildiniz ki أَنَّ اللّٰهَ تَعَالَى ذَكَرَ قَوْمًا آمَنُوا بِمَكَّةِ وَلَمْ يُهَاجِرُوا مَعَهُ Mekke'de iman edip Allah Resulü'nden hicret elemeyenlere dediler ki ماذا قال فيهم وهو قوله تعالى والذين آمنوا ولم يهاجروا ما لكم من ولايتهم Allah'a iman ettikten sonra Mekke'de kalıp peygamberle beraber hicret edemeyenlerden Allah onlardan velayetini kaldırmıştır. Hemen bu ayet gelince sahabe verini, veşini, şunu topladı Medine'ye. Biz yok hemen ne bilirim imam. İmanlarına göre gittiler de. Cennetlerine göre gittiler de. Ki Allah onlardan ele istedi ki hatta yuhaciru hicret edin. İn istasilukum eğer siz Allah'ın dinine yardım edersinizse fidinde o zaman Allah'tan da size yardım vardır. Allah da size yardım ediyor. Sümme zekere kavmen amenu bi Mekke. Ondan sonra Mekke'de insanlar vardı. Onların hicret elemeye ve yani ben diyeyim ki hicreti var idi, imkanları var idi. Hicret elemediler. Orada kaldılar. Allah dedi ki innellezine o kəslər ki mələklər onların canlarını aldığı zaman zalimi enfusihim öz nəfslərinə zulm etdilər. Qalu ne için burada durdunuz? Niye? Sizin akıbetiniz nedir? Qalu biz dediler ki yer üzerinde çok zayıf insanları bahane getirdiler. Vallahi benim imkanım yoktu. Şu şöyledir, bu böyledir. Dediler ki qalu kunna mustadafin biz zayıf insanlar. Vallahi zayıf. Vallahi imkanım çatmıyor. Vallahi benim durumum zayıftır. Vallahi senin bildiğin şimdi. Allah da bilir, Allah da şahit. Öyle diyor. Öyle mi? Ne dediler? Qalu alam tekun ardullahi vasi'atun. Allah'ın yer üzeri geniş değildi mi? Gedib bir çadırda, bir xeymede yaşayasan. Gene 2 katlı villada yaşayasan mübarek. Ha? Niye bu günler senin Müslüman bazıların çadırda yaşayır? Sen yaşayabilmirsən. 8 ildir Müslüman kadınlar çadırda yaşayır. 8 ildir. Çölde yaban. Dillerini, milletlerini, örflerini bilmediği bir toplum içinde 8 yıl yaşayırlar. Sen yaşayabilmirsən. Ha, imanın senin ne derecededir bak da. Ki yer üzeri geniş değildi mi? Kâle elem dukun ardullah var. Geniş değildi mi değil. Ulaike vahum cehennem. Onların gideceği yer cehennemdir. Ve saati masire. Ne kötü ne pis yerdir onların gideceği yer. Düşünün bakın. Hicret edemeyen bir topluma Allah böyle bir vaad edilir. Bir vaidde bulunur. Onları tehdit edir. Allah yolunda hicret edemeyen, Allah için hicret edemeyen, Allah için çalışmayan bir kavme, bir topluma, bir millete Allah böyle şekilde cehennemle müjdeleyir. Bizim akıbetimiz ne olacak hocam? Ha? Sen indi gör bir hicreti əməldən çıxardın. Bunu şeyh burada hara gəlmək istəyir? Baxın ha. Şeyh burada gəlir deyir ki, düşünün ki, bir əməli eləməyən, bir Allah'ın əmrini tərk eləyənləri Allah cəhənnəmlə müjdəliyirsə, Allah'ın o digər əmrlərini tərk eləyənlərin aqibəti nə olacaqdır? Allah üçün soruşuram ha. Bir əməli tərk eləyən, bak bir hicrəti deyir. Şeyh burada nəyə qiyas eləmək istəyir? Nəyə müqarın eləyir? Nəyə bizə çatdırmaq istəyir? Deyir, bir dənə hicrəti tərk eləyən bir qavmə, bir qavmi Allah cəhənnəmlə müjdələdisə də və Allah'ın farzlarını, vaciblərini tərk edən bir qavmun, bir şəxsin, bir millətin, bir toplumun aqibəti nə olacaqdır o zaman? Hadisi bir əməl tərk elədilər. Thumma azzər Allah Teala. Ondan sonra Allah deyir kimi üzürlü saydı. Thumma sonra kimləri? Mən ləm yəstati' el-hicra. Hicrəti eləməyən. Hansı ki ona imanı var idi. İmkanı yok idi. Onlarda hansı iman var ama imkan yoktur. İllel mustadafin. Onlar ki minər rical və nisa kadınlardan, kişilerden, valideynlerden la yəstəti'nə hileten və la yehdədunə səbilə. Heç bir yol yok, imkan, maddi imkan yok, mənevi imkan yok. Heç bir şekilde evden çölə çıxa bilmir. Allah deyir, bu insanları
ancaq bu insanları üzü saydı ki, nə dedi onlara? Fəuləikə əsallahu ən ya'fuva anhum. Umulur ki, Allah onları aff etmişdir. Niyə? Çünki onların imkanı yoxdur. Çünki bir müminin İslamı yaşamağa imkanı vardır, lakin yaşamırsa bu ayetin altına gelecektir. Ve bu özellikle de Nisa suresindeki olan 97, 98. ayeler, 99. ayeler xüsusətən də bir Müslümanların durumunu bununla incelediğimiz zaman da görürük ki, kardeş, İslamı yaşamağa imkanı varsa yaşamırsa, Allah için çalışmağa imkanı varsa çalışmırsa, dini yaşayamağa güzel bir şekilde şəraiti imkanı varsa yaşamırsa bu ayetin altındadır. Allah için